Aşağıda hər bürc üçün 13 oktyabra ən düz, qısa və fokuslu proqnoz verilmişdir. Hər bürc ayrı başlıq altında, qısa ümumi təhlil və sonda bir cümləlik məsləhət var. Qoç ümumi. Enerjiniz yüksəkdir, qərar vermədə cəsarətli olacaqsınız. İşdə yeni təşəbbüslər üçün əlverişli an yaranır. Amma emosional sürətlə səhvlər də ola bilər. Məsləhət. Sürəti diqqətlə idarə edin. Əvvəlcə plan, sonra hərəkət. Buğa ümumi, maddi məsələlər və təhlükəsizlik hissi ön plandadır. Xırda çəkişmələr olsa da sabitlik üçün yaxşı addımlar atmaq mümkündür. Məsləhət. Gəlir xərci yenidən gözdən keçirin və impulsiv xərclərdən çəkinin. Əkizlər. Ümumi, ünsiyyət və əlaqələr canlanır, fikir mübadiləsində yeni üfüqlər açılar, amma məlumatı süzərək qəbul etmək vacibdir. Məsləhət dinləmə qabiliyyətinizi artırın. Hər sözə inanmayın. Xərçəng. Duyğusal intuisiyanız güclənir, ailə və yaxın çevrə ilə bağlı məsuliyyətlər önə keçə bilər. Bununla yanaşı daxili rahatlıq tapmaq mümkündür. Məsləhət. Özünüzə vaxt ayırın. Emosiyalarınızı idarə edin. Şir ümumi. Liderlik və yaradıcılıq istəyi yüksəlir. Etibar qazanmaq üçün fürsətlər olacaq, amma egonuzu parçalamayın. Məsləhət. Diqqəti paylaşın. Komanda ilə birlikdə daha çox uğur gəlir. Qız. Ümumi. Detallara diqqət sizi qabağa aparacaq. Nizam, intizam və təhlil tələb edən işlərdə uğur şansı yüksəkdir. Məsləhət. Perfeksionizm tuzağına düşməyin. Bitirmək, mükəmməl olmaqdansa vacibdir. Tərəzi ümumi. Münasibətlər və ədalət mövzuları gündəmdədir. Kompromisə açıq olmaq balansı qoruyacaq. Məsləhət. Hisslərlə məntiqi uzlaşdırın. Hər ikisini nəzərə alın. Əqrəb. Dərin transformasiya enerjisi mövcuddur. Gizli məlumatlar üzə çıxa və sizə güc verə bilər, lakin qisas və qapanma hisslərindən uzaq olun. Məsləhət. Niyyətinizi təmiz